Tələbələrin köçürülməsi üçün elektron portaldan istifadəyə dair video təlimat. Tələbələrin köçürülməsi üçün müraciət etmək istəyən şəxslər öncə Portal Eduazda şəxsi kabinet yaratmalıdırlar. Bunun üçün portalda qeydiyyat bölməsinə daxil olaraq açılan pəncərədən vətəndaşlıq seçməli və qeydiyyat tamamlanmalıdır. Qeydiyyat zamanı sənəd məlumatları, mobil nömrə, elektron poçt və şifrə addımlarını tamamlamaqla şəxsi kabinetin yaradılması mümkündür. Əgər sizin daha əvvəl Portal Eduazda şəxsi kabinetiniz olubsa, bu zaman Portal Eduazda daxil olduqda şifrəni unutdun sualını klikləməklə şifrənizi bərpa edə bilərsiniz. Bu halda əvvəlki qeydiyyat zamanı istifadə etdiyiniz elektron poçt və ya mobil nömrə ilə şifrənizi bərpa edə bilərsiniz. Əgər hər ikisini unutmusunuzsa, addımların sonunda qeyd edilən mobil nömrəyə WhatsApp üzərindən və ya 146 çağrı mərkəzi ilə əlaqə yaradaraq müraciət edə bilərsiniz. Şəxsi kabinetdən müraciət formalaşdırma və tamamlanması hissəsi. Şəxsi kabinetə daxil olduqdan sonra xidmətlər bölməsində ali və orta ixtisas təhsili pilləsində təhsil alanların köçürülməsi xidmətini seçirsiniz. Qeyd olunan xidməti seçdikdən sonra açılan səhifədə yaradılmış müraciətin irəliləyişini izləmək mümkündür. Yeni müraciət yaratmaq üçün isə səhifənin sol yuxarı küncündə olan Müraciət et bölməsinə sıxmaq lazımdır. Açılan yeni səhifədən isə Müraciət et düyməsi sıxılır. Daha sonra aşağıdakı addımlardan ibarət səhifə açılır. Şəxsi məlumatlar, cari təhsil məlumatları, yer dəyişmə məlumatları və müraciətin təsdiqi. Şəxsi məlumatlar sistemə inteqrasiya edildiyi üçün yalnız faktiki yaşadığı rayon və faktiki yaşadığı ünvan xanalarına müvafiq məlumatları seçərək daxil etməyiniz lazımdır. Bu addımda siz məlumatları yadda saxlaya və növbəti addıma keçid edə bilərsiniz. Yadda saxla düyməsinə sıxdıqda qaralama statusunda müraciət yaratmış olacaqsınız və müraciətinizi təsdiq edənədək istənilən redaktəni edə bilərsiniz. Cari təhsil məlumatlarınız addımında sistemdə sizin hazırda təhsil aldığınız məlumatlar əks olunur. Bu məlumatlar yalnız təhsil müəssisələrinə Dövlət İmtahan Mərkəzində imtahan verməklə qəbul olan əcnəbilər, vətəndaşlar və Azərbaycan Respublikasında digər qəbul xəttləri ilə təhsil alan əcnəbilər üçün əks olunur. Məlumatlarınız əks olunmazsa, səhifədə müvafiq xəta bildirişi görünür. Xəta bildirişi üzrə növbəti addım atmağınız xahiş olunur. Eyni zamanda müəyyən suallara cavab verməyiniz və tələb olunan sənədləri yükləməyiniz bu addımda tələb olunur. Yerdəyişmə məlumatları addımında təhsil alanlar üçün köçürülə biləcəyi təhsil müəssisəsi və ixtisas məlumatları avtomatik əks olunur. Xanalarda məlumat əks olunmadığı təqdirdə müvafiq xəta bildirişi çıxır. Bu səhifə müraciətin göndərilməsi üçün sonuncu addımdır və məlumatların ən aşağısında Müraciət et düyməsini sıxmanız lazımdır. Bu düyməni sıxdıqda ekrana bildiriş çıxır. Bildirişdə məlumatlarınıza təkrar nəzər yetirərək təsdiq et düyməsini sıxmaqla müraciətinizi tamamlaya bilərsiniz. Müraciət tamamlandıqdan sonra müvafiq təhsil müəssisəsi tərəfindən qeydiyyat müddətində tələbənin sənədləri yoxlanılır və çatışmazlıq aşkarlandıqda müraciəti geri qaytarılır. Bu səbəbdən müraciətin statusunu öyrənmək üçün şəxsi kabineti mütəmadi olaraq izləməlisiniz. Müraciətin təsdiqi addımında isə təhsil müəssisəsi tərəfindən müraciətə müsbət cavab verildiyi halda tələbə tərəfindən yerdəyişmə istəyinin təsdiq olunması istənilir. Köçürülmə etmək istədiyiniz təqdirdə təsdiq et, imtina etmək istədiyiniz təqdirdə isə imtina et düymələrinə sıxa bilərsiniz.